Yasin suresi Məkkədə nazil olmuşdur. 83 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Yasin. Yasin. Bu hərflər Allahla onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kimin onun bənzərini gətirməyin qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və bu cürdə mütəşabih ayələri vardır. Ey insaniyyətdə yeganə olan kəs! Vəl-Qur'anil Hakim. Bu hikmətli batilin ziyanı müqabilində möhkəm olan, hikmətlə danışan, haqla batilin arasında hökm edən və əqli mərifətlər və səmavi şəriyyətlərə malik olan Qur'ana and olsun ki, İnnəkə ləminəl mürsəlin. Şübhəsiz sən Allah Peyğəmbərlər zümrəsindənsən, Peyğəmbərliyə seçildiyin vaxtdan insanların nəsilləri kəsilincəyədək onlara göndərilmisən. Alə sıratın müstəqim. Sən düzgün olan bir yoldasan, şəriət elmləri və əqli mərifətlər yolunda. Tənziləl azizir-rahim. Bu, qüdrətli və mehriban Allah tərəfindən nazil edilmiş bir kitabdır. Mehribanlığı Qur'anın nazil olmağına bir səbəb, qüdrəti isə onun icrasına zamindir. لِتُنذِرَ قَوْمًا مَّا أُنذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ. Bu kitablı elə bir qövmü qorxudasan ki, ata-babaları İsa'nın yaxud İbrahimin zamanından bəri qorxudulmamışlar. Buna görə də din həqiqətlərindən qafildilər. لَقَدْ حَقَّ الْقَوْلُ عَلَى أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ. Şübhəsiz, onların əksəriyyətinə Allahın lövh-i məhfuzda dərc olan sözü, cəhənnəm onların yeridir sözləri sabit olmuş və həyata keçmişdir. Buna görə də daha iman gətirməzlər. İnna ca'alna fi a'naqihim aghlalan fahiya ilal azqani fahum muqmahun. Həqiqətən biz onların boyunlarına, çənələrinə kimi çatan zəncirlər keçirmişik. Buna görə də başları yuxarı doğru qalmışdır. Buna görə də özlərinə baxa bilmirlər ki, özlərində olan ayələrlə, nişanələrlə ayılsınlar. وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ. Biz onların önlərindən və arxalarından sədd çəkib, onları hər bir tərəfdən örtdük, yaxud gözlərini kör etdik. Buna görə də görmürlər, öz ətraflarını görə bilmirlər ki, təbiət aləmində nişanələrlə ayılsınlar. وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ.
onlar üçün birdir. Onları qorxutsan da, qorxutmasan da iman gətirməyəcəklər. إنما تنذر من اتبع الذكر وخشي الرحمن بالغيب فبشره بمغفرة وأجر كريم. Sən ancaq nəsihət verici Qur'anı qəbul edən və ona tabe olan, rəhman olan, zahiri hiss üzvləri ilə dərk olunmayan Allahdan gizlində qorxan kəsi qorxuda bilərsən. Elə isə ona Allahın bağışlaması və çox qiymətli bir mükafatla müjdə ver. İnna nahnu nuhyil mauta və naktubu ma qaddamu və atharahum və kullə şeyin ahsaynahu fi imamin mubin. Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini, həyatda olarkən etdikləri əməlləri və izlərini, qoyub getdiklərini yazan bizik. Biz hər bir şeyi, insanların əməllərini, dünyada baş verən hadisələri açıq-aşkar nüsxələrdə, lövh-i məhvuzda, ətraflı surətdə sayıb hesablamışıq. وَاضْرِبْ لَهُمْ مَثَلًا أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ. Ya Peyğəmbər, sən onlara o şəhərin, Antakiya əhalisinin dastanını məsəl çək. O zaman Allahın göndərdiyi Peyğəmbərlər oraya gəlmişdi. إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُمْ مُرْسَلُونَ. O zaman onlara 2 nəfər Peyğəmbər göndərmişdik. Amma onların ikisini də təksib etdilər. Biz həmin Peyğəmbərləri göndərdiyimiz 3-cü Peyğəmbər ilə qüvvətləndirdik. Peyğəmbərlər hamılıqla dedilər, biz sizə göndərilmiş Peyğəmbərlərik. قالوا ما أنتم إلا بشر مثلنا وما أنزل الرحمن من شيء إن أنتم إلا تكذبون. Şəhər cəmaatı dedi, siz də bizim kimi ancaq adi bir insansınız. Peyğəmbər isə mələklərdən olmalıdır. Rəhman heç bir şey nazil etməmişdir, siz yalnız yalan danışırsınız. قالوا ربنا يعلم إنا إليكم لمرسلون. Peyğəmbərlər dedilər, Rəbbimiz bilir ki, biz sizə göndərilmişik. وَمَا عَلَيْنَا إِلَّا الْبَلَاغُ الْمُبِينَ. Və bizim vəzifəmiz yalnız öz risalətimizi açıq-aşkar çatdırmaqdır. Bizim vəzifəmiz möcüzələrin təkrarı, məcburi surətdə qəbul etdirmək, dünyada və axirətdə cəza və mükafat vermək deyildir. قالوا إنا تطيرنا بكم لئن لم تنتهوا لنرجمنكم وليمسنكم منا عذاب أليم. Dedilər, biz sizi görməyi nəhs bildik.
zərər və ziyan yetişməsinin bir əlaməti hesab edirik. Şübhəsiz, əgər dediklərinizdən əl çəkməsəniz, mütləq sizi daşqalaq edəcəyik. Bizim tərəfimizdən sizə mütləq ağrılı bir əzab yetişəcəkdir. قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون. Peyğəmbərlər dedilər, nəhsliyiniz özünüzdəndir, günahlarınız ucbatındandır. Sizə öyüd nəsihət verildikdə, onu əzabla mı hədəliyirsiniz? Bizim danışığımız nəhslik gətirmir, əksinə, siz həddini aşan bir qövmüsünüz. وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَى قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ. Şəhərin ən ucqar yerindən bir kişi tələsik gəlib dedi, ey mənim qövmüm, bu elçilərə tabe olun. اتَّبِعُوا مَنْ لَا يَسْأَلُكُمْ أَجْرًا وَهُمْ مُهْتَدُونَ. Sizdən heç bir muzd istəməyən və özləri də hidayət olmuş kəslərə tabe olun. وَمَا لِيَ لَا أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ. Axı mən niyə məni yaradana ibadət etməməliyəm, halbuki hamınız onun huzuruna qaytarılacaqsınız? أَأَتَّخِذُ مِن دُونِهِ آلِهَةً إِن يُرِدْنِ الرَّحْمَنُ بِضُرٍّ لَّا تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلَا يُنقِذُونَ. Ondan qeyri məbudlara mı ibadət edim? Əgər rəhman olan Allah mənə bir zərər və ziyan vurmaq istəsə, onların şəfaətləri məndən heç bir şeyi uzaqlaşdıra bilməz və mənə nicat verə bilməzdər. İnni izən ləfī dalalin mubin. Belə olan surətdə, şübhəsiz mən açıq-aşkar azğınlıqda olaram. İnni əməntu bi rabbikum fəsmə'un. Bu zaman Peyğəmbərlərə xitabən dedi, həqiqətən mən sizin Rəbbinizə iman gətirdim, belə isə məni eşidin. İman gətirməyimə şahid olun. Qilə duxulil cənnətə qalə ya leytə qavmi ya'ləmun. Axırda onu öldürdülər və ona deyildi, cənnətə, cənnət bərzəxinə daxil ol. O dedi, kaş qövmüm biləydi ki, Bimə ғafara li Rabbi və cəaləni minəl mukramin. Rəbbim məni bağışladı və məni hörmət sahiblərindən etdi. وَمَا أَنزَلْنَا عَلَى قَوْمِهِ مِنْ بَعْدِهِ مِنْ جُنْدٍ مِنَ السَّمَاءِ وَمَا كُنَّا مُنْزِلِينَ. Biz ondan sonra qövmünün üstünə göydən heç bir qoşun nazil etmədik və ondan qabaqda hər hansı bir qövmün məhvi üçün səmavi qoşun nazil edən deyildik. İn kânət illə sayhətən vâhidətən fəizəhum xamidun. Onların məhvi ancaq səmavi bir bağırtı idi. Dərhal hamılıqla sakit və ruhsuz oldular, məhv oldular.
يا حسرة على العباد ما يأتيهم من رسول إلا كانوا به يستهزئون. Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlmədi ki, ona daim istehza etməsinlər. ألم يروا كم أهلكنا قبلهم من القرون أنهم إليهم لا يرجعون. Məyər onlar özlərindən öncə nə qədər insan cəmiyyətlərini uzun əsrlər boyunca tüğyanlarının cəzası olaraq məhv etdiyimizi və onların keçmişdəki səhvlərini düzəltmələri üçün bir daha bunların yanına qayıtmadığını görmürlərmi? وَإِن كُلٌّ لَّمَّا جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ. Və onların hamısı istisnasız olaraq ahirət günü bizim huzurumuza çağrılacaqlar. وَآيَةٌ لَّهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ. Onlar üçün aydın bir nişanə bizim tövhidimizin, qüdrətimizin və insanların dirildilməsinin isbatı üçün yeryüzündə olan nişanə ölmüş həmin bu torpaqdır. Biz onu həyat gücü və bitmək qabiliyyəti verməklə diriltdik və ondan dənli bitkilər çıxartdıq. Onlar da ondan yeyirlər. وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ الْعُيُونِ. Və orada xurma və üzüm bağları vücuda gətirdik və müxtəlif bulaqlar qaynatdıq, coşdurduq. لِيَأْكُلُوا مِن ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ أَفَلَا يَشْكُرُونَ. Onun meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər və ya bilsinlər ki, ağacların bitməsi və bar verməsi onların işi deyildir. Belə isə şükr etməzlər. Subhanəl-ləzî xalaqal-əzvâce kulləhə mimmə tunbitul ardu və min ənfusihim və mimmə la ya'lemun. Bütün cütləri yerin yetiştirdiklərindən ağaclar, otlar, heyvanlar və s. və onların özlərindən və bilmədiklərindən yaradan Allah pakdır. وَآيَةٌ لَهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُمْ مُظْلِمُونَ. Onlar üçün Allahın tövhidi və qüdrəti barədə digər bir nişanə, səma nişanəsi bu gecədir. Gündüzü ondan paltar tək çıxardan kimi onlar qaranlıq içində olarlar. وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ. Günəş də özü üçün müəyyən olunmuş qərərgaha yetişmək üçün daim hərəkətdədir. Planetlər sistemində onun seyr etməsinin bu təqdiri və ölçüsü yenilməz qüvvət sahibi və hər şeyi bilən Allahdandır. وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّى عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ. Və bütöv halda olan ay üçün də mənzillər təyin etdik ki, o xurma ağacının köhnə, sarı rəngli və qöfsvari şəkildə olan budağı kimi hilal şəklinə dönsün və yenidən tədriclə bütövləşsin.
لا الشمس ينبغي لها أن تدرك القمر ولا الليل سابق النهار وكل في فلك يسبحون. Nə günəş öz təbii hərəkət sistemində bu aya və özünün başqa aylarına, yəni başqa peyklərə çatmaz, nə də gecə gündüzdən irəli keçməz. Onların, günəş, ay və ulduzların hər biri müəyyən bir dairədə üzürlər. وآية لهم أنا حملنا ذريتهم في الفلك المشحون. Onların övladlarını, özləri və malları ilə dolu gəmilərdə daşımağımız, dənizi, havanı və gəmini onlara ram etməyimiz, onlar üçün digər bir nişanədir. Allahın tövhidi və qüdrətinə dair dənizdə olan nişanədir. وَخَلَقْنَا لَهُم مِّن مِّثْلِهِ مَا يَرْكَبُونَ. Onlar üçün gəmi kimi minik vasitələri yaratdıq. Minik heyvanları və havada və yerdə olan nəqliyyat vasitələri kimi. وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنقَذُونَ. Əgər istəsək, onları gəmidə olduqları halda qərq edərik. Nə bir dadlarına çatan olar və nə də onlara nicat verilər. إِلَّا رَحْمَةً مِّنَّا وَمَتَاعًا إِلَى حِينٍ. Yalnız bizdən bir rəhmət olaraq və müəyyən bir müddətədək dünyada bəhrələnmək üçün nicat taparlar. وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ. Onlara önünüzdə, gələcəkdə edəcəyiniz şirk və fiskdən və arxanızda olandan, indiyədək etdiyiniz küfr və fiskdən, yaxud dünyadakı günahlarınızdan və axirətdə onların cəzasından qorxun, bəlkə sizə rəhm olunsun deyildikdə, etina etməzlər. وَمَا تَأْتِيهِم مِّنْ آيَةٍ مِّنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ. Onlara Rəbbinin nişanələrindən və ayələrindən elə bir nişanə, Qur'an və möcüzələr gəlməz ki, daim ondan üz döndərməsinlər. وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَن لَّوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنتُمْ إِلَّا فِي ضَلَالٍ مُّبِينٍ. Onlara Allahın sizə ruzi olaraq verdiyindən haqqı olan şəxslərə Allah yolunda sərf edin deyildikdə, kafirlər iman gətirənlərə Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək deyərlər. Allah onun ac qalmağını istəmişdir. Siz yalnız açıq-aşkar azğınlıq içindəsiniz. وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ. Və Məkkə müşrikləri istehza etmək məqsədi ilə deyərlər, bu vəd, qiyamətin qopması nə zaman olacaqdır, əgər düz danışansınızsa? مَا يَنظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ.
Bir-birləri ilə öz dünya işləri barədə çəkişdikləri halda, onları yaxalayacaq yalnız səmavi bir bağırtının, hamının ölümü ilə nəticələnəcək surun birinci dəfə üfürülməsinin intizarındadılar. فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَى أَهْلِهِمْ يَرْجِعُونَ Bu zaman nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də öz adamlarının yanına qayıda bilərlər. Bir anda yer üzündə olan hər bir insan və ümumiyyətlə hər bir canlı yerindəcə ölər. وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُمْ مِنَ الْأَجْدَاثِ إِلَى رَبِّهِمْ يَنْسِلُونَ Sura ikinci dəfə üfürülər, onda onların hamısı dərhal qəbirlərindən öz Rəbbinə doğru tələsərlər. قالوا يا ويلنا من بعثنا من مرقدنا هذا ما وعد الرحمن وصدق المرسلون Deyərlər, vay halımıza, bizi yatdığımız yerdən kim qaldırdı? Bəli, bu rəhman olan Allahın dünyada bizə vəd verdiyi həmin ölümdən sonraki həyatdır. Onun peyğəmbərləri doğru deyillərmiş. إن كانت إلا صيحة واحدة فإذا هم جميع لدينا محضرون Bu zaman üfürmə və bağırtı, surun üçüncü dəfə çalınması yalnız bir dəfə olar. Onda dərhal hamılıqla yaradılmış ilk insandan ölmüş axırıncı insana dək bizim huzurumuzda haqq hesab və hökm etmə dayanacağında hazır duracaqlar. فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ Və belə deyiləcəkdir. Bugün heç kəsə heç bir zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır. Və siz etdiyiniz əməllərdən başqa bir şeydən ötürü cəzalandırılmazsınız, yaxud sizin cəzanız yalnız dünyadakı əməllərinizin təcəssümüdür. إن أصحاب الجنة اليوم في شغل فاكهون Həqiqətən, cənnət əhli o gün xoş bir əhval-ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər. هم وأزواجهم في ظلال على الأرائك متكئون Onlar və zövcələri, ağacların və qəsrlərin kölgələri altında öz bəzənmiş taxtlarına söykənərlər. لهم فيها فاكهة ولهم ما يدعون Orada onlar üçün hər cür meyvələr, istədikləri və arzu etdikləri hər şey vardır. سلام قولا من رب رحيم Onlara salam vardır. Bu salam, rəhimli Rəbbdən gələn bir sözdür. Bu salam vasitəsiz olaraq, ya mələklərin vasitəsilə onlara yetişər. وامتازوا اليوم أيها المجرمون Günahkarlara belə xitab olunacaq. Bugün möminlərin və salihlərin cərgəsindən ayrılın, ey günahkarlar!
ألم أعهد إليكم يا بني آدم ألا تعبدوا الشيطان إنه لكم عدو مبين. Ey Adəm övladı! Məyər mən, peyğəmbərlər və öz ağlınız vasitəsilə sizə buyurmadımmı ki, şeytana ibadət etməyin? Şübhəsiz o sizin açıq-aşkar düşməninizdir. وَأَنِ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُسْتَقِيمٌ. Və yalnız mənə ibadət edin ki, bu düz yoldur. وَلَقَدْ أَضَلَّ مِنْكُمْ جِبِلًّا كَثِيرًا أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ. Şübhəsiz, şeytan sizin içinizdən bir çox dəstələri azdırdı. Heç düşünmürdünüzmü? هَذِهِ جَهَنَّمُ الَّتِي كُنْتُمْ تُوعَدُونَ. Bu, daim onunla təhdid olunduğunuz cəhənnəmdir. اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ. Küfür və nankorluq etdiyinizə görə bugün oraya daxil olun və onun atəşini dadın. الْيَوْمَ نَخْتِمُ عَلَى أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُم بِمَا كَانُوا يَكْسِبُونَ. Bugün onların ağızlarını möhürləyərik. Onların əlləri bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər. وَلَوْ نَشَاءُ لَطَمَسْنَا عَلَى أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّى يُبْصِرُونَ. Əgər istəsək, onların, müşriklərin gözlərini tamamilə yox edərik. Onda onlar adət etdikləri yollarında bir-birini ötməyə çalışarlar. Amma hardan yolu görə bilərlər? Necə görə bilərlər? Əlbəttə görə bilməzlər. Lakin biz bunu etmirik. وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَى مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ. Əgər istəsək onları öz yerlərindəcə, harda olsalar məsx edərik, heyvan yaxud cansız bir şey halına salarıq ki, nə məqsədlərinə doğru gedə, nə də qayda bilərlər və nə məsx halında qala, nə də əvvəlki hala qayda bilərlər. وَمَن نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ أَفَلَا يَعْقِلُونَ. Kimə də uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, qüvvələrini zəiflədərik. Heç düşünmürlərmi? وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنبَغِي لَهُ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُبِينٌ. Və biz ona, Peyğəmbərə şeir öyrətmədik və bu ona heç yaraşmaz da. Onun oxuduğu yalnız bir öyüd nəsihət, aşkar və aydınlıq gətirən Qur'andır ki, لِيُنذِرَ مَنْ كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ. Qəlbləri diri və vicdanları haqqı qəbul etməyə hazır olan kəsləri qorxutsun və Allahın sözü və cəhənnəm vədi kafirlərin barəsində gerçək olsun. أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُم
مما عملت أيدينا أنعاما فهم لها مالكون. Məyər bizim qüdrət əllərimizin yaratdıqlarından, ilk maddələrdən və canlıların vücud mənbəyindən onlar üçün heyvanlar xalq etdiyimizi və özlərinin də onlara malik və sahib olduqlarını görmürlərmi? وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ. Bu heyvanları onlara ram etdik. Bəzisi onların minik vasitələridir və bəzisinin isə ətindən və südündən yeyirlər. وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ أَفَلَا يَشْكُرُونَ. Onlar üçün onda, o heyvanlarda mənfəətlər və içəcəklər vardır. Belə isə şükr etməzlərmi? وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لَعَلَّهُمْ يُنصَرُونَ. Tək olan Allahın əvəzində özlərinə tanrılar qəbul etdilər ki, bəlkə onların tərəfindən özlərinə bir yardım olunsun. لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُنْدٌ مُحْضَرُونَ. Onların bunlara kömək etməyə qüdrətləri yoxdur və bunlar onlar üçün hazır qoşundular. Dünyada bu bütləri qoruyub müdafiə edərlər, ahirətdə isə onlara görə cəza görərlər. فَلَا يَحْزُنكَ قَوْلُهُمْ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ. Ya Muhammed, onların Allahı inkar etmək və sənin dəvətini qəbul etməmək barədə sözü səni qəmgin etməsin. Çünki biz onların qəlblərində gizlətdiklərini də, dilləri ilə aşkar etdiklərini də bilirik. Hamısını cəzalandıracağıq. أَوَلَمْ يَرَ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ. Məyər insan onu nütfədən yaratdığımızı qəlb gözü ilə görmədimi ki, birdən-birə qısa bir müddət ərzində məad məsələsində açıq-aşkar bir düşmən oldu? وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ. Və öz yaradılışını unutduğu halda bizə bir məsəl də çəkib dedi, bu sümükləri çürümüş və toz torpaq olduqları halda kim dirildəcək? قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ. De, onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər növ xilqəti, hər bir yaradılışı biləndir. الذي جعل لكم من الشجر الأخضر نارا فإذا أنتم منه توقدون. O kəs ki, sizin üçün mərx və əfar adlı yamyaşıl ağacdan quru və yandırıcı od əmələ gətirdi. Beləliklə, siz ondan iki yaşıl budağı bir-birinə sürtməklə qəfildən od yandırırsınız. أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ عَلَى أَن يَخْلُقَ مِثْلَهُمْ بَلَى وَهُوَ الْخَلَّاقُ الْعَلِيمُ. Məyər göyləri və yeri yaradan kəs onların bənzərini yaratmağa qadir deyilmi?
Belə ki, onların üzvlərini torpaqdan toplayaraq surətcə onlara oxşar və maddəcə onların eyni olan bir forma versin? Əlbəttə qadirdir. Odur kamil surətdə yaradan və hər şeyi bilən. İnnəmə əmruhu İzə əradə şeyən ən yəqulə ləhu kun fəyəkun. Bir şeyin var olmasını istədiyi zaman onun, Allahın əmri və məqamı ona ancaq ol deməkdir. O da dərhal olar. Heç bir alətdən istifadə etmədən Allahın məhz iradə və istəyi ilə var olar. Sanki ona ol demiş, o da olmuşdur. Fəsubhanəl-ləzî biyədihi mələkûtu kulli şeyin və iləyhi turca'un. Hər şeyin həqiqi mülkiyyəti və kamil hökmranlığı, qüdrət əlində olan Allah hər nöqsandan pak və uzaqdır. Siz insanlar hamınız ona tərəf qaytarılacaqsınız.